Möhtərəm izləyici, 3-cü Mədinə kursu 3-cü kitabın 1-ci dərsində toxunulan bəzi məsələlərə vaxt ayıraq. Çox mühüm məsələlərdir. Çox adamın çətinlik çəkdiyi erab məsələsindən bir hissədir. Fil əsmə erab haqqındadır. 1-ci dərs erab haqqındadır. Deyir ki, el-ismu imma mu'rab və imma məbni. İsim ya erab olunandır, mu'rabdır, ya da məbnidir. Yəni erab olunmur, axırı dəyişilmir. İndi baxacaq ki, mu'rab nədir, məbni nədir? Fəl-mu'rabu, mu'rab nəyə deyilir? Mə təğayyərə əxiruhu bisəbəbil amil. Deməli, erab olunan isim o isimdir ki, axırı hər hansı bir amilə görə dəyişilir. Hər hansı bir amil səbəbi ilə dəyişilir. Gəlin baxaq indi. Fikir verin, əl-müdərris sözünün axırı necə dəyişiləcək? Cəəl-müdərrisu, müəllim gəldi. Mərfu, çünki dammə var. Səəltu əl-müdərrisə, müəllimə soruşdum. Mansub, axırı əylə bitir. Fəthə. Səlləmtu aləl-müdərrisi, məcrurdur. Çünki alədən sonra gəlib, axırı kəsrə ilə bitir. Fikir verin. Deməli, biz dedik ki, mu'rab, erab olunan odur ki, axırı dəyişilir amillərin təsiri ilə. Fikir verin, müdərris sözünün axırı necə dəyişildi? U, ə və i. Deməli, cümlədə müəyyən amillərə baxaraq o axır dəyişilir. Deməli, müdərris sözü erab olunan sözdür. Yəni, haldan hala dəyişilir. Amma elə sözlər də var ki, onlar dəyişilmir. Maraqlıdır. Görəsən, onlar hansı sözlərdir? Gəlin, bir misala baxaq. Fikir verin. Vəl-məbniyyu mə lə yətəğayyəru əxiruhu bisəbəbil amili. Məbni odur ki, yəni erab olunmayan. Hər hansı bir amil səbəbi ilə axırı dəyişilmir. Gəlin baxaq. Nəhvu, yəni bu kimi. Cəə həuləi. Həuləi bunlar deməkdir. Cəə gəldi. Bunlar gəldi. Axırı ilə bitdi. İndi ikinciyə fikir veririk. Səəltu həuləi. Yenə eyni qaldı. Fikir verin. Üçüncüdə səlləmtu alə həuləi. Yenə eyni qaldı. Deməli, əgər hər hansı bir amilin təsiri ilə axırı dəyişilmirsə, bu olur məbni. Və salam. Deməli, erab olunan və olunmayanın fərqi budur. Mu'rab, erab olunan odur ki, axırı dəyişilir, amma məbninin axırı dəyişilmir. Yəni, amillərin təsirindən asılı olmayaraq axırı dəyişilmir. Burada çətin bir şey yoxdur. Dəyişilməyəndə biz demirik ki, ələmət rəfəhi dammə. Deyirik ki, fi məhəlli rəfə. Fi məhəlli rəfə. Və fi məhəlli nasb. Burada nasb olmalıydı əslində. Məhəll yer deməkdir. Yəni, nasbın yerindədir. Bu da çətin bir söz deyil. Fi məhəlli rəfə, yəni rəf'in yerindədir. Fi məhəlli nasb. Əslində, səəltu həulə ə. Axırı ə olmalıydı. Məf'ulun bihdir çünki. Lakin razılaşmır, ə qəbul eləmir. Ona görə biz deyirik ki, fi məhəlli nasb. Yəni, nasbın yerindədir. Amma razı olmur, ə qəbul eləməyə.